İkinci sualda deməli, müəllim şagirddən Səfəvilər və Osmanlı dövlətləri arasında bağlanan Amasya və Qəsr-i-Şirin sülh müqavilələrinin oxşar fərqli cəhətlərini müəyyən etməyi tapşırır. Deyir ki, bu tapşırığı yerinə yetirin. Oxşar fərqli cəhətləri müəyyən et. Şagird burada artıq bu tapşırığı yerinə yetirəcəkdir. Necə yerinə yetirəcək? Təhlil nəticəsində. Oxşar fərqli cəhətləri hansı oxşardır? Məsələn, buraya yazıram Səfəvilər, burada yazıram Osmanlı və burada oxşar tərəfləri yazacaq mərkəzə, fərqli tərəfləri, yalnız Səfəvilərə aid olanları, Səfəviləri buraya yazacaq, yalnız Osmanlıya aid olanlar digər tərəflərə yazacaqdır. Bunu nəyin əsasında edir şagird? Şagird bunu təhlil edərək yazır. Oxşar hansıdır? Gərək təhlil edeyim. Fərqli hansıdır? Təhlil nəticəsində bunu yaza bilərik. Ona görə də biz burada cavabımızda götürəcəyik təhlil. Təhlil nədir? Uyğun olanı, uyğun olmayanı seçmək deməkdir. Bax, bu sözləri açar sözlər kimi qeyd edin özünüzdə. Uyğun olanı, uyğun olmayanı seçə bilirəmmi? Deməli, təhlil edirəm. Oxşar fərqli cəhətləri müəyyən edə bilirəmmi? Deməli, təhlil edirəm deməkdir. Ona görə 2-də cavabımız olacaq təhlil.